Erməninin meyidi qaldı bax burada. Erməninin meyidi qaldı burada. İndi Ayət adında serjantımız idi. Əlində avtomat açıldı, ayağının üstündən dəydi. Patinkanı çıxardı, belə bir atmışdıq ora. Bu momentdə traktordan bir baza qabaqdan bir dənə də erməni çıxdı. Qaçan atdıq, amma ona dəymədi. O qaçdı getdi. Qaçdı getdi və biz buradan təzədən təkrarən hücuma keçdik. Düz Alxanlı ilə Kürmanlığın arasına qədər. Bax, bura təpəci idi. İndi əkin biçin eləyiblər deyə biraz düzəldiblər buraları. Tank o üzdəndir, maşından o üzə gələn istiqamət idi. Buradan sahibə dedim, sahib, mən sənə pirkirvat eləyirəm, dur at, rəhmətlik durdu, atdı. Biz atmağından onlar da bizim təpəcinin elə o üzündən, bizi vanından götürdü, qaldırdı, sırtdı yerə. Deməli, əzizlərim, bax, sürünə mən gəldim. Gəldim, bax, düz haradasa, bax, təqribən bir 10 metr o tərəfdə səngərlərimiz var idi. Sürünə girdim mən ora. Erməni tanklarda 5 dənə tank oradan gəlir. Rəhmətli sahibi məndən bir 3-4 metrdə təxminən məsafədə sinəsindən dəymişdi, özündən getmişdi. Sonra canım sənə desin, bax, o istiqamətdə bir əskərimiz var idi. Çıxdı, yamadan qaçanda tankla düşdülər dalıncan. Yıxılan qarnından tank çıxdı. Ağzından qan necə vurdu. Bunların hamısını danışmışam. Demək, gəldi rəhmətli Aslanın BMP-sini də o dərədə vurdular. O da orada yandı, külə döndü. Sonra təzdən oradan qaydanda səngərlərin üstü ilə gəlirlər. Allaha yalvarıram ki, ay Allahım, səngərin üstü ilə gəlməsin də, gəlsə üstümdən keçir, xəşil eləyəcək məni. Həmin moment ilham çıxdı. Qaçdı deyə o təpəni görsünüzmü, evdən bəri tərəfdə solba. Oradan keçən aşağıda çay vardı, kanal var. Qolun qırdı, güllə apardı, teşək qırdı, apardı, silahını atdı, götürdü, qaçdı. Deməli, səngərin üstü ilə gəldilər, düz Nivadan o üzə. Asfaltın qırağına tankı saxladılar ora. Piyada da düşüb, belə bizim şəhidlərimizə baxırlar. Şəhidlərimizə baxırlar ki, kim ölüb, kim qalıbdır. Rəhmətli sahib həmən vaxtı özünə gəldi, eşələndi yerində. Eşələnən gəlib onun beynini vurdu, baxırlar kürək açılıbdır. Mən səngərdə gördülər. Dedilər, qalx ayağa. Deyirəm, qalxa bilmirəm, hara qalxım, yaralıyam. Baxdılar ki, qarnımdan, qılçamdan, bütün hər yer qan içindədir. Mənə sürüyə gətirdilər asfalta. Gətirdilər asfaltda, deməli, gəldik, çıxdıq, sürürlər, buranı sürüyə gətirib çıxartdılar. Bir tank da gəlib durubdu elə bil burada. Burada umvanlik var idi, umvanlik başıma vururlar, əlimi qoyuram başıma, əlimin üstündən vururlar, çəkinəm. Ortadan qırıldı, düşdü, götürdü ermənidən, Torkon Qoloxan yaşa, kar. Türkün başına baxıb, daş. Alnımda sigaret söndürdülər burada. Sonra burada danışırlar ki, uşaq ölmüş olsa, yəni oğlan ölmüş olsa, bunların başını kəsəcəyik. Sonra məndən Azərbaycan sual verdilər. Uşaq görmüsən? Hə, dedim, görmüşəm. Deməli, Kürmamutluğun içərisində xeyli erməni qırmışdıq. Yəni, orada həmən az yaşlı, yəni bizlə yaşlı da olanda, çoxları böyük idi deyə, ona görə deyirəm az yaşlı. Yəni, 17-18 yaş təqribən, yəni bizim yaşımızda olan uşaq idi, generalın oğlu. Onu orada öldürmüşdüm. Ona görə bunlar deyəndə bildim ki, ən az yaşlı odur da, yəni bizlə yaşlı olan təqribən o generalın oğludur, ona görə dedim ki, görmüşəm. Tutduq, mindirdi, 24-də apardıq. Bunlar ona görə dedilər, dedim ki, mənlə dəyişə bilərsiniz. O sözümə görə dedilər ki, da əldəməyin, bunu aparın Martunya, Xocavəndə. Məni buradan apardılar Xocavəndə, daha doğrusu Qaraxanbəlliyə. Qaraxanbəllidən mindirdilər Uaz'a, Uaz'dan apardılar Xocavəndə.
Məni Martuin'dən gətirdilər Xocavənddən. Xocavənddən məni gətirirlər, uca aparırlar məni öldürməyə. Demək bu Alxanlı ilə Kür Mahmudluğun arasıdır bu hissə. Bu hissələrdən gəlirəm. Burada inanırsınız ki, nə qədər bizim mülkü şəhidlərimiz var idi bu yolun qıraqlarında. Məni əsir tutub aparanı və mən burada onları çox gördüm. Və nəhayət gəldik, çıxdıq. Deməli, bu yolları gəldik Kür Mahmudluğun orta hissələrində azalmışıq həmən məsafəyə. Neçə yerdə, bu kəndin içində bir neçə yerdə saxladılar. Ora baxdılar, bura baxdılar ki, nədir, uşağın ya ölüsünü, ya meydini tapa bilərlər, ya tapa bilməzlər. Generalın oğlunun meydini axtarırlar ki, hardadır. Və nəhayət bu yolla gəlirik. Mən də fikirləşirəm ki, axır toçqalar da bizimkilərlə, zabitlərimizlə görüşüb meyd dəyişilməliyik. Elə bil 18 dənə meyd bizimkilər verməlidir. 18 dənə meyd bizimkilər verməlidir. 12 dənə meyd ermənilər verməlidir. Ancaq düşüb hələ ki, belə deyim də, kəndin içində erməni generalın oğlunun meydini axtarırlar. Çünki əvvəlcədən dediyim kimi satmışdılar ki, uşaq öldürülüb. Generalın oğlu öldürülübdür. Neçə yerdə, bu kəndin içində bir neçə yerdə saxladılar. Ora baxdılar, bura baxdılar ki, nədir, uşağın ya ölüsünü, ya meydini tapa bilərlər, ya tapa bilməzlər. Generalın oğlunun meydini axtarırlar ki, hardadır. Və nəhayət bu yolla gəlirik. Mən də fikirləşirəm ki, axır toçqalar da bizimkilərlə, zabitlərimizlə görüşüb meyd dəyişilməliyik. Elə bil 18 dənə meyd bizimkilər verməlidir. 18 dənə meyd bizimkilər verməlidir. 12 dənə meyd ermənilər verməlidir. Ancaq düşüb hələ ki, belə deyim də, kəndin içində erməni generalın oğlunun meydini axtarırlar. Çünki əvvəlcədən dediyim kimi satmışdılar ki, uşaq öldürülüb. Generalın oğlu öldürülübdür. Məni o tərəfdən gətirdilər, o biri çəkişdə yenə də onu bildirmişəm. Nivada saxladılar. Bir hava rəngində də bir Niva gəldi, elə bil durdu arxa hissədə. Bir 5-10 metr arxada. O yanımdakı əsrə dedim, maşın sürə bilirsənmi? Dedi, hə. Dedim, bəli, Sideniyanın arxasında bronjlet var. Gəl atım çiynimə, keçim Sideniyanın arxasına. Sən maşın xodda qasıda, mən yaralıyam. Dedi, yox, qorxuram, bizi doğrayarlar. Və nəhayət onu oradan gəldilər, arxa Nivadan gəldilər, həmən əsri düşürüb mindirdilər ona. Və burada yaxınlaşdılar, mənə dedilər, uşaq harada tutulub? Dedim, mən tutulduğum yeri görsəm deyərəm. Mənə dedilər, sən tutulduğun yer qaldı arxada. Dedim, mən oranı görsəm deyərəm. Və orada bir söz dedilər ki, əlaqdırlar, eslaqdo sota asumele, xoxan yoxu mərk şunamırından çıxına keyikşik. Bəs bu gədə yalan deyir də, uşaq kənd ortasında ölübdür, yenək baxaq. Və burada oturdular Nivaya. İndi düşürəm həmən o uşağı erməni generalın oğlunu öldürdüyüm yerə.
Gedirəm oranı çəkəm və hardan da qaçdığımı yenə bildirəcəm. Sonunda Toskiyə gəliblər. Burada məni öldürülməli idim. Öldürülüb 12-ci meyit mən olmalı, zili atmalıydılar. Gəlbilər burada dayandılar. Darvazadan girdilər içəri. Maşın bu çəpərzadı o vaxt yox idi burada. Maşını da saxlayıblar burada. Darvazadan içəri girən elə bir durub minmək istədim, ağrılarım tutdu. Oturdum. Bir də öz-özümə fikirləşdim. Biri var gülləni qoyalar alnımın ortasına vuralı. Bir də var ki tullanam qaçam. Arxadan dəysə, yəni ölsəm də bilməyim. Maşına tullanmışdım, elə onda gördüm qışqırdılar ki, ara torku maşını daralı, Türk maşını apardı. Və bu yolla. Düşdüm bu yola, Niva ilə. Bura şumluq idi. Vurdum şumluğun içi ilə da yol tapa bilmirəm. Dedim ki, ən azından çıxım da bu hissələr çünki piyada hücuma keçmişik. Düzdür, indi o qədər çox dəyişilib ki buralar, yəni evlər tikilib, əlavələr olunubdur. Cüzi xatırlamalarla yəni şey olub, çəkiliş gedir. Qarşı tərəf görsüz açıqlıqdır. Oralar şumluğuydu. Biraz qarşı tərəfdə də təxminən belə deyim 500-600 metr qabaqda da üzümlüydü. Və maşınlar da oradan gedir. O yola çıxmağım üçün hat çabaladım ki çıxam yola. Getdim axırda üzümlüyün yanından. Şumluğuydu. Girmişəm bu şumluğa. Şumluğuna üzü belə yola tərəf çıxıram. O qamışlıqsa sonradan yaranma bir şeydir. Buralar düzəngah idi, amma şumluğuydu. Təxminən belə deyim, o evlərdən bir xeylək bəri. Orada üzümlük vardı. Üzümlüyün yanından çıxdım, o maşınlar gedir, görsənmi? Maşınlardan biraz o tərəfə, oradan çıxdım yola. Yolun hamısı, nə olsa ya, hamısı mina. Minalı yollara deməli çıxmışam, ayağımı qoymuşam qaza. Minalı yolları gedirəm, Allah saxlayıb. Qurban olma Allaha, Allahın yazısı yox imiş. Ani momentdə gördüm ki, indi gedirəm. Həmən o istiqamətləri bir də göstərəcəm. Orada bizim öz hərbiçilərimiz, onlar da bilmir. Məni qrantamyotla vurmaq istədilər. Üzümlüyün içində komandirimgil orada məni görüb Rusiya ilə xəbər vermişdilər ki, vurmayın da mənim əsgərimdir. Ermənilərin maşını qaçırıbdır. Yağları çəkilişi kəndin içindən göstərdim. Giriş olmadığına görə, yəni neçə ilin yəni yağışda da yağıb palçıqdı. Niva ilə gəldim, yol tapa bilmədim asfalta çıxmağa. Buradan düz, bu qarşıdan gəldim, buralarda üzümlüydü həmən vaxtı. İndi üzümlükdən əsər əlamət qalmayıbdı. Buradan gəldim, çıxdım asfalta. Gəldim, çıxdım asfalta və asfalt boyu başladım getməyə. Getdim qarşıda hardasa o təpələrin birində bizim pozisiyalar orada yerləşirdi. Bizim əsgərlərimizin pozisiyaları oradaydı, səngərləri oradaydı. Bir də gördüm ki, məni qrantamyotla vurmaq istəyirlər. Orada hardasa o transformatorun yanında biri bağca ondan o tərəfə uçdum getdim beləsi təpədən. Beləsi bir yerdən uçdum getdim girdim üzümlüyə. Girdim üzümlüyə. Heç deməyəsən həmən vaxtda komandirimgil burada üzümlüyün içində olubdu. Mən buradan asfalta çıxan vaxtı komandirim məni görübdü. Rusiya ilə xəbər verib ki, vurmayın da mənim əsgərimdir gedən, vurmayın. Ona görə mən özümüzünkülər də qrantamyotla vurmamışlar. Və mən buradan çıxdım getdim. Çıxdım getdim Əhməd Bəyliyə. Əhməd Bəylidə də orada indi o hissəni də çəkəcəm.
Əhməd bəyli də xeyli qrajdanski adam. Çünki bizlərin hamımızı aldatmışlar ki, imişliyə kimi almışıq. Qardaş, gəldim çıxdım bura. Gördüm xeyli qrajdanski adam var. Bax burada xeyli qrajdanski adam var. Üzü elə bil Xocavəndə tərəfdə və Füzuliyə tərəf. Deməli gəldim burada dayandım. Birini əlimlə çağırdım. Birini əlimlə çağırdım. Gəldi. Salam verəndə sevincimdə gözlərimdə oldu. Deyirəm, Azərbaycanlısan? Deyir, hə. Deyirəm ki, bəs 11 gündə ermənilərdə əsir gələm, indi maşınlarını qaçırmışam. Dedi, hara gəlsən? Dedim, hara lazım? Dedi, Beyləqana. Dedim, otur gedək. Oturdu. Bax, buradan çıxdıq. Gəldik. Bir xeyli getdim. Deməli, gəldim. Baba buradan mənim özümüzünkülər vurdu. Baba buradan uçdum girdim Üzümlüyə. Uçdum girdim Üzümlüyə. Deməli Üzümlü ilə yolun arasında bax bu hissədə elə bir ağaclığın altında görsəm deyə oradan da yol gedir elə. Bax o hissə ilə uca motor düşüb dedi vurmuşam deyə əzilibdi maşın. Gazı kaçatlıya da, yani neytrala düşmüştü, boşmuşam razdan, o vəziyyətdə kaçatlıya gəlib çıxmışam, getdim çıxdım Əhməd bəyliyə. Bax, bu yolların hamısı o vaxtlar minaydı, tank və minalar. Allah qoruyanda qoruyur, Allah üzməyəndə üzmür. Gəldim, çıxdım Əhməd bəyli, azalmışam Əhməd bəyliyə də. Geldim, bu yolu keçib gedirəm. Bizim işrafda qalıb arxadayız, xəbərim yoxdur ki, yəni biz gələn kimi hücuma keçdiyimizə görə işrafımız harada yerləşir, nə olubdur, yəni onların heç birinin məlumatı yoxumdur, bilmirəm. Ona görə əgər bilsəydim işrafımız haradadır, elə promo gedərdim oraya, heç bu hadisələr də mənim başıma gəlməzdi, vurulmazdım və geri qaytarmazdım, yəni ona görə. Bu hissəni o yanımda götürdüyüm adamlar həm mənə yol göstərsin deyə Beyləqana gedəcək, belə də, yəni saxlamışam və götürmüşəm bunu. Gəldik Qoçdalın çatında, oraya gedim çatım. Mənə saxladılar, burada post var idi. Saxladılar, dedi, maşın döndər qayıt geri. Dedim, qardaş, hara dönüm qayıdım? Mən də 777 nömrəli hərbi hissədənəm. Hara qayıdım? Dedi, sağ deyirəm, maşın döndər qayıt geri. Bunu deyən, öz-özümə fikirləşdim ki, ermənilər əlinə düşsəm, mən şəkkə doğranacam. Belə öyrəm, qoy burada ölüm, meydimdə düşsün özümüzünkilərin əlinə. Dedim, yaxşı döndürəm. Və buradan maşını sürdüm. Bir, iki skor dəyişib, üçüncü skorsa atanda elə bir də gördüm ki, əlim qalıb skorsun üstünə, qol gedir belə qabağa. Tiqazla gəlib keçdilər qabağa. Qolda da nə qədər qan itirmək olar. Və haradasa bu hissələrdə gəldilər, bu hissədə Tiqazla keçdilər qabağa, saxladım da nə qədər qan itirdiyimə görə. Mən burada çək salıb yerə, elə bil erməniyəm, dartıb saldılar yerə, başladılar təpikləməyə. Rəhmətli leytenantımız Oqtay gəldi, gözümü açdım. Dedim, o deyil, leytenantımız Oqtay. Onu deyəndə o bildi ki, bizim hərbi hissədən tək mənəm əsər. Hərəsinə bir təpi məni aldı, qucağına apardı qospitala. Mənim döyüş həyatım yəni bundan ibarət olan bir şeydir. Hələ qısa məzunlu oldu da, yəni tam çəkilişlərim olmadı deyə. Yəni üzrlə hesab edin, inşallah nə vaxt isə, yəni Xocavəndə gedə bilsəm, inşallah kino kimi, film kimi tam senari ilə çəkilsə, bu inan ki Azərbaycanda ən gözəl bir film olar. Ermənilərin bizə qarşı qəddarlığı, bizim əsirlərə verilən zülümlər, yəni onların hamısı çəkilsə bəlkə də insanlar ola bilər ki,
ürəkləri də dayanar. Yəni o səviyyədə yəni həyatım olubdu mənim.